Salam əziz izləyicilər, bugünkü verilişimizin qonağı Paşa Holdingin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Aytaz Muxtarzadədir. Xoş gəlmisiniz Aytaz xanım. Xoş gördük. İnanıram ki, çox maraqlı bir söhbətimiz alınacaq. O zaman başlayaq söhbətimizə. Son zamanlar şirkətlərin arasında belə bir ifadə var, dəyər yaratmaq. Çox demək olar ki, bütün şirkətlər ölkə iqtisadiyyatına və cəmiyyətə dəyər qatmaq üçün çalışır. Ümumiyyətlə bu dəyər yaratmaq anlayışı nədir? Və bu şirkətlər nə üçün dəyər yaratmağa çalışırlar? Çox təşəkkür edirəm dəvətiniz üçün. Mənim üçün çox xoşdur bu gün burada sizinlə olmaq. Mən də çox ümid edirəm ki, məhsuldar bir müzakirə olacaq. Əslində jurnalistin siz olduğunuz yerdə başqa cür heç ola da bilməz. Çox sağ olun, təşəkkür edirəm. İlk sualınıza gəlincə çox maraqlı sualdır. Açığı mən bu suala biraz şirkət perspektivindən deyil də bir addım geri edib fərqli cavab vermək istəyərəm. Ümumiyyətlə dəyər yaratmaq, faydalı olmaq, ətrafa təsir göstərmək istəyi bu insana xas olan bir xüsusiyyətdir. Və biz fərqli nəzəriyyələrə də baxsaq, Mazlovun ehtiyaclar iyerarxiyasına və ya bu kimi oxşar digər nəzəriyyələrə də baxsaq, insan öz ilkin ehtiyaclarını qarşıladıqdan sonra onda sırf bu həyatda məqsəd tapmaq, özünü reallaşdırmaq və nəticə etibarilə ətrafdakılara müsbət təsir göstərmək, dəyər yaratmaq istəyi yaranır. Ona görə dəyər yaratmaq istəyi düşünürəm ki, insanın elə psixoloji, bioloji, sosioloji ehtiyaclarından qaynaqlanan bir məqamdır. Hətta Alman, Amerikan sosioanalisti Erik Eriksonun biz nəzəriyyəsinə də istinad eləsək, o bildirir ki, insan yaşa dolduqca təsir göstərmək, özündən sonra bu dünyada bir miras saxlamaq istəyi daha da artır. Ona görə təməl buradan gəlir yəqin ki. İndi bu nəzəriyyəni biz şirkətlərə proyeksiya edəsi olsaq, birincisi şirkətlər insanlar tərəfindən idarə olunur, ən azından hələ ki. Ona görə şirkət sahiblərinin o təsir göstərmək istəyi elə şirkətin dəyər yaratmaq fəaliyyəti üzərindən də reallaşdırıla bilər. Amma eyni zamanda insanlar tərəfindən idarə olunan şirkətlər insanlarla da daim təmasda olur. İstər müştəri qismində, istər əməkdaş qismində, istər tərəfdaş qismində insanlar daim ünsiyyətdə olduqları şirkətlərin çox sadə desək, yaxşı bir işlə məşğul olmasına inanmaq istəyirlər. Ona görə bu şirkətin birbaşa olaraq o biznes ehtiyacıdır ki, həmən bu stakeholder qruplara bunu inandıra bilsin, bunu düzgün kommunikasiya edə bilsin. Ona görə yəqin ki, dəyər yaratmaq istəyini, şirkətlərin dəyər yaratmaq istəyini və dəyər yaratdıqlarını daim kommunikasiya etmələrini mən elə insanın və biznesin bu ehtiyacı ilə izah edərdim. Çox sağ olun Aytaz xanım, ətraflı məlumat verdiyiniz üçün. Növbəti sualım Paşa Holdingin yaratdığı dəyərlə bağlı olacaq. COP29 ümumiyyətlə dayandığı mövzusundan başlayaq. Bilirik ki, Paşa Holding COP29-un rəsmi tərəfdaşı olub. Bu barədə nələr deyə bilərsiniz? Bəli, çox doğru vurğuladınız. İlk öncə əslində elə COP29 barədə bir rəy bildirəsi olsam, ümumiyyətlə Azərbaycan tarixində bu kimi iri miqyaslı və əhəmiyyətli tədbirlərdən biridir, bəlkə də birincisidir COP29 konfransı və yəqin ki, siz də bilirsiniz, ölkəmizin hazırlaşmaq üçün normadan daha az zamanı olmuşdu. Ona görə və buna baxmayaraq, istər təşkilatçılıq baxımından, istər konfrans zamanı aparılan diskussiyaların, verilən qərarların keyfiyyəti baxımından məncə ölkəmiz çox yüksək nəticə göstərir. Ona görə bir vətəndaş olaraq mən ölkəmizlə buna görə ayrıca qürur duyuram. Paşa Holdingin COP29-da iştirakına gəlincə isə əslində COP29 bizim üçün ilk COP təcrübəsi deyil idi. Ondan bir il öncə COP28-də Dubayda
təşkil olunmuş konfransda biz şirkət olaraq iştirak eləmişdik. Rəhbərlik səviyyəsində təmsil olunmuşduq və normalda bu konfransı biz iqlim mövzusunda müzakirələrdə iştirak eləmək, beynəlxalq təcrübələri eşitmək, onlardan faydalanmaq, öyrənmək, beynəlxalq şirkətlərlə əməkdaşlıqlar qurmaq üçün bir fürsət kimi dəyərləndiririk. COP29-un rəsmi tərəfdaşı idi Paşa Holding, düzgün vurğuladınız. Həm maliyyə şirkətlərimiz, həm qeyri-maliyyə şirkətlərimizlə təmsil olunmaq imkanı yaradılmışdı bizim üçün və elə bu konfransda da biz dayanıqlılıq mövzusunda müzakirələrdə iştirak eləyərək öz təcrübəmizi də genişləndirmək imkanı əldə elədik. Bəs ümumiyyətlə Paşa Holdingin dayanıqlılıq baxışı nədir? Yaxşı sualdır. Yaxşı sualdır. Hətta dayanıqlılıq mövzusu biraz daha geniş mövzudur. Biz COP-dan başladıq deyə, yəqin ki, mən çalışaram bu suala iqlim baxışı perspektivindən hətta cavab verim. Normalda şirkətlərin iqlim fəaliyyətini əsasən 3 trigger təşviq eləyir, belə deyək və ilkin olaraq bu əlbəttə ki, şirkətin biznes ehtiyacıdır. Ümumiyyətlə mən bunu bir neçə dəfə yəqin ki, bu müsahibə ərzində təkrarlamalı olacağam, çünki istənilən şirkət yaranır ki, o öz biznesini həyata keçirsin. Məqsədi uğurlu biznes həyata keçirməkdir, genişlənməkdir. Ona görə şirkətin verdiyi bütün qərarlar çox məntiqli olaraq onun biznes ehtiyaclarına əsaslanır. Elə dayanıqlılıq fəaliyyəti də istisna deyil. İkinci, bu requlativ tələblər ola bilər. Və üçüncü də yəqin ki, bu şirkətin elə məsuliyyəti, görüşün əvvəlində də sizinlə danışdığımız kimi, o dəyər yaratmaq istəyi. Hər biri üzrə elə Paşa Holding üzərindən nümunələr gətirərək sizin sualınızı çalışacağam cavablandırım. Biznes ehtiyacları baxımından əgər biz iqlim fəaliyyətinə baxarıqsa, məsələn Paşa Holdingin qeyri-maliyyə qoluna Agrodairy adlı bir şirkət daxildir. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir və şirkət öz fəaliyyətində innovativ, pivot üsullu suvarma sistemlərindən istifadə edir və bunu eləməklə ölkənin su ehtiyatlarının səmərəli istifadəsinə töhfə vermiş olur. Yəni belə çıxır ki, Agrodairy şirkəti innovativ həll yolları tətbiq eləyir, öz biznes ehtiyaclarına uyğun olaraq, amma dolayısı yolla ölkənin su ehtiyatlarının səmərəli şəkildə istifadəsinə də töhfə vermiş olur. Ona görə bu kimi nümunələr də çox ola bilər. Yəni istər Agrodairy olsun, istər Amerikada ən öndə gedən kənd təsərrüfatı sahəsində şirkət olsun. Onlar verdiyi qərarları ilk öncə öz P&L-ına, yəni zərər və mənfəət hesabatlığına baxaraq verir və əlbəttə dolayısı yolla bu onların iqlim mövzusuna təsirinə də təsir göstərə bilər. İkinci istiqamət dediyim bu requlativ tələblər idi. Hal-hazırda Azərbaycanın NDC sənədində əslində fərqli sektorlara şamil olunmuş xüsusi karbon emisiya ilə bağlı məhdudiyyətlər yoxdur. Amma bu ola da bilər və bu o deməkdir ki, bütün ölkədə fəaliyyət göstərən əslində bütün şirkətlər bu tələblərə cavab verməli olacaq. Məsələn, COP29 zamanı Azərbaycan Banklar Assosiasiyası tərəfindən ümumiyyətlə bankçılıq sektoru öz üzərinə bir öhdəlik götürdü və bu öhdəlik 2030-cu ilədək yaşıl layihələrin maliyyələşdirilməsinə ümumilikdə 2 milyard manatın ayrılması idi. Paşa Holdingin portfelində bilirsiniz ki, 2 böyük bank var. Bu Paşa Bankdır və bir bank, Kapital Bankdır. Əlbəttə ki, onlar da bu təşəbbüsdə çox yaxından iştirak edəcəklər. Eyni zamanda COP29 zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı yaşıl taksonomiyanı da təsdiqlədi. Gələcəkdə maliyyə institutları qabağına portfelin
karbon emissiya baxımından nəzarəti, hesabatlılığın verilməsinə dair hər hansısa bir tələblər də qoyula bilər və bu da o deməkdir ki, bizneslər buna artıq riayət etməli olacaqlar. Requlativ aspekt düşünürəm ki, çox önəmli rol oynayır bu təşviqdə. Hətta şirkətdən, biznesdən, bazardan asılı olaraq bu tələblər daha da çox ola bilər. Elə şirkət ola bilər ki, hansılar ki, öz məhsullarını ixrac eləyir fərqli ölkələrə. Bu o deməkdir ki, həmən məhsulların da iqlim mövzusunda olan təsiri həmin ölkənin də iqlim siyasətinə, bu kimi requlativ tələblərinə cavab verməlidir. Və nəhayət üçüncü istiqamət bu həmən o məsuliyyətdən irəli gələn fəaliyyətdir. Paşa Holding hal-hazırda yalnız öz portfelində olan şirkətlərin karbon izini azaltmağı deyil də, eyni zamanda ümumilikdə yaşıl iqtisadiyyata keçid edən fərqli iqtisadiyyat oyunçularına da bu prosesdə dəstək göstərməyi hədəfləyir ki, bura kiçik və orta bizneslər aid ola bilər, fermerlər aid ola bilər və s. Biz Paşa Holdingin ölkə iqtisadiyyatına qatdığı dəyərdən danışdıq. Biraz da gördüyümüz işlərdən ətraflı məlumat alaq. Ümumiyyətlə Paşa Holding bilirik ki, ölkə iqtisadiyyatında əhəmiyyətli yerə malikdir. Paşa Holdingin ölkənin iqtisadiyyatına verdiyi töhfələr nədən ibarətdir? Paşa Holdingin ölkəyə verdiyi töhfələri mən 3 istiqamətə bölərdim. İqtisadiyyat bu əlbəttə ki, elə birinci yerdədir. Normalda bayaq da sizinlə danışdığımız kimi bir şirkət fəaliyyət göstərirsə, o orqanik olaraq ölkənin fəaliyyət göstərdiyi ölkələrin iqtisadiyyatına təsir göstərir. Bura iş yerlərinin açılması aid ola bilər, dövlət büdcəsinə verginin ödənilməsi aid ola bilər və Paşa Holdingdə törəmə şirkətlərimizdə hesablasaq, hal-hazırda 22 mindən çox əməkdaş çalışır. Bu o deməkdir ki, bu 22 mindən çox iş yeridir əslində. Eyni qaydada holding törəmə şirkətləri ilə yenə də hesablasaq, ölkənin ən böyük vergi ödəyicilərindəndir. 2024-cü il ərzində Paşa Holding tərəfindən 450 milyon azından çox vergi ödənilib. Və bunlar orqanik baş verən əgər töhfələrdirsə, bundan əlavə holding eyni zamanda əlavə təşəbbüslərlə də çıxış eləyir. İstər Azərbaycan Sahibkarlar Konfederasiyası olsun, istər KOBİ olsun, bu kimi digər qurumlar olsun, onlarla bərabər təşəbbüslər həyata keçirərək yenə də ölkədə kiçik və orta sahibkarlığın inkişafına da töhfə vermiş olur holding. Amma iqtisadiyyata töhfə bu yəqin ki, bir istiqamətdir. Mən burada əlavə olaraq innovasiya istiqamətində qeyd eləmək istərdim. Bilirsiniz ki, Paşa Holding ölkədə kiber təhlükəsizlik mərkəzinin yaradılmasında birbaşa olaraq iştirak eləyib. İlk venture kapital fondunun yaradılmasında birbaşa olaraq iştirak eləyib. Holberton məktəbinin Azərbaycan ofisinin açılmasında iştirak eləyib və ölkənin ən böyük innovasiya samiti, Inmerge innovasiya samiti. Samitin həm icra müəllifi, həm əsas təşkilatçısı hal-hazırda Paşa Holdingdir. Əslində innovasiya elə bir mövzudur ki, bu artıq bizneslərdən bir tələbdir. Ona görə məhsulların, xidmətlərin innovativləşdirilməsi, innovativ həll yollarının təqdim edilməsi bu artıq bir şərtdir və bunu ilə heç kimi təəccübləndirmərsiniz. Ona görə holdinqi yəqin ki, fərqləndirən məsələ sırf odur ki, biz yalnız innovativ həll yolları təqdim etmirik. Biz eyni zamanda ölkədə innovasiya ekosisteminin inkişafına da töhfə verməyə çalışırıq. Və üçüncü istiqamət, bu da çox geniş bir istiqamətdir, bu korporativ sosial məsuliyyət sahəsidir. Korporativ sosial məsuliyyət istiqamətində Paşa Holding əsas 3 mövzunu hədəfləyir. Bu təhsil mövzusudur, səhiyyə mövzusudur və eyni zamanda qadınların gücləndirilməsi mövzusudur. Amma əlbəttə ki, bu istiqamətlərdən fərqli fəaliyyətlər də
KSM istiqamətində şirkətlərimiz tərəfindən həyata keçirilir. Qeyd edeyim ki, 2024-cü il ərzində və bu yalnız 2024-cü ili əhatə eləmir əslində. Demək olar ki, illik əsnada holding tərəfindən sırf KSM layihələrinə təqribi 50 milyon manat vəsait ayrılır. Bu kifayət qədər böyük bir məbləğ hesab edilir. Hətta siz dünya standartlarına da baxmış olsaq, normalda şirkətlər öz mənfəətinin təqribi 2, yaxşı halda 3%-ni sosial layihələrə ayırmış olur. Paşa Holdinqin halında isə bu təqribi mənfəətin 7% etmiş olur ki, dünya standartlarından da yüksək bir göstəricidir. Siz işçilərə toxundunuz, 22 min əməkdaşınız olduğunu qeyd ediniz. Ümumiyyətlə Paşa Holdinqin gələn biraz insan kapitalı haqqında danışaq, ümumiyyətlə bu işçilərin sayı haqqında. Düz deyirsiniz. Əslində müsahibəni başlayanda siz vurğuladınız ki, dəyər yaratmaq istəyi bu belə dəbdə olan mövzulardandır. İnsan kapitalının ən dəyərli kapital olması mesajları, bunlar da çox belə populyar deyimlərdəndir əslində. Onunla da çox əhalini təəccübləndirmək olmur sözün açığı. Ona görə bu istiqamətdə mən nəyi vurğulayardım? 22 min əməkdaş, bu çox böyük məsuliyyət deməkdir açığı. 22 min nəfərin inkişafı belə çıxır ki, şirkətin öhdəliyidir hal-hazırda və holding əməkdaşların təlimlərinə, Paşa Hub tərəfindən təşkil olunan inkişaf proqramlarına çox böyük önəm verir. Hal-hazırda bu süni intellektin baş alıb getdiyi bir dövrdə indi fokus dəyişikliyi də var. Əgər qabaq biliklərə daha çox önəm verilirdisə, ümumiyyətlə əmək bazarında, indi yəqin ki, daha çox fokus bacarıqlara verilir. Əgər qabaq kimisə özünün ağıllı olmasında ikna eləmək istəyirdinsə, hansısa faktiki bir məlumat demək olardı, 1950-ci ildə nəsə baş verir və bu artıq insan haqqında bir fikir formalaşmağa təsir eləyirdi. İndi də eləyir, yəqin ki, amma o qədər də yox, çünki bacarıqlara daha çox artıq üstünlük verilir və bura həm texniki bacarıqlar, həm də yumşaq bacarıqlar aiddir və holding eyni zamanda sırf elə yumşaq bacarıqların inkişaf etdirilməsində bu əməkdaşlarda ona da çox böyük önəm verir. Yarandığı ilk gündən Paşa Holding öz korporativ dəyərləri ilə tanınır və bu korporativ dəyərlər əslində elə əməkdaşlardan eyni zamanda davranış gözləntiləri də qoyur onların qarşısına. Yəqin ki, son zamanlar fərqli kommunikasiya kanallarında da görmüsünüz, hal-hazırda fəal şəkildə Paşa Holdingin liderlik DNT-si də kommunikasiya olunmaqdadır. Bu da birbaşa olaraq yumşaq bacarıqlara sahib olan, özünü ilk növbədə və eyni zamanda komandanı, biznesi idarə eləmək gücünə sahib olan bir liderlərin yetişdirilməsinə təsir göstərir, düşünürəm. Aziz xanım, çox sağ olun məlumat verdiyiniz üçün. Mən sonuncu olaraq istəyirəm Qarabağ mövzusuna toxunum. Biz bilirik ki, işğaldan azad olunmuş ərazilərimizdə yaxşı işlər görülür. Oranın yenidən qurulması üçün çox yaxşı, əhəmiyyətli işlər görülür. Ümumiyyətlə, Paşa Holding Qarabağda hansı işlər həyata keçirdi? Bu haqda biraz məlumat verirsiniz, zəhmət olmasa. Hələ bu bizim o KSM barədə müzakirəmizin davamı olaraq yaxşı verilmiş bir sual oldu. Qarabağ mövzusu KSM, korporativ sosial məsuliyyət fəaliyyətlərimiz arasında çox önəmli bir məqamlardandır və burada da yəqin ki, iki istiqamətə mən bu fəaliyyəti bölərdim. Birincisi, azad olunmuş ərazilərin bərpa proseslərində biz çalışırıq yaxından iştirak eləyək. Orada bu həm infrastruktur obyektlərin bərpasıdır, Paşa Holdingin maliyyə dəstəyi ilə Şuşa məscidi, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidləri, Ağdam məscidi, Qiyaslı kənd məscidi, Zəngilan məscidi və fərqli digər infrastruktur obyektlərinin bərpası həyata keçirilib. Bundan əlavə orada ekoloji durumun bərpasına biz çalışırıq təsir göstərək. Qarabağ Dirçəliş Fondu ilə birgə
ağac əkmə aksiyaları, meşə massivinin orada bərpasına təsir göstərməyə çalışırıq. Bu bir istiqamətdir, sırf o infrastruktur baxımından yəqin ki, bərpa. İkinci istiqamət də bu qələbəni bizə bəxş edənlər, bu şəhidlərimiz, qazilərimiz, onların ailələri. Holding tərəfindən bir çox layihələr həyata keçirilir və bəziləri bəlkə də heç kommunikasiya da edilmir ki, qazilərin təhsil haqqlarının qarşılanması, şəhid övladlarının təhsil haqqlarının qarşılanması, şəhid ailələrinə fərqli bayramlarda, tarixlərdə hər hansısa bir bayram sovqatlarının təqdim edilməsi. Bu kimi fəaliyyətlər həyata keçirilir. Açığı bu mövzu düşünürəm ki, hər bir azərbaycanlı üçün olduğu üçün mənim özüm üçün də kifayət qədər ağrılı bir mövzudur və bu kimi fəaliyyətlər nə qədər həyata keçirilsə də o borc ödənilməz, necə deyərlər. Amma istər şirkət səviyyəsində, istərsə də individual vətəndaş səviyyəsində vətən bizə əmanətdir deyənlərin əmanətlərinə sahib çıxmaq yəqin ki, hər birimizin borcudur. Çox sağ olun Aydiz xanım. Təşəkkür edirəm. Minnətdaram sizə bu gözəl müsahibə üçün. Mən təşəkkür edirəm. Çox sağ olun.